O tiroid vəzi götürülübsə artıq bu insanda deməli qalxanvari vəz fəaliyyəti sıfır, yoxdur. Çünki tiroid qalxanvari vəzdə götürülüb. Bu insanlar L-tiroksin dərman içməlidirlər. L-tiroksin dərman da həkim təyin eləyir, qan dəyərlərinə baxır. Görür ki, TSH normasındadırsa, məsələn, ola bilir 100 doza, elə olur 150 doza, ola 125 doza insana baxır. Yəni onu L-tiroksin dərmanı ilə mütləq o standartda saxlayır. Yəni qan analizində ki, 1-dən 4-ə qədər olmalıdır. O dəyərlərdə saxlayır. Vəssalam. Bundan başqa sizə heç nə eləmək olmaz. Çünki sizin qalxanvari vəziniz yoxdur. Biz dərman bitkiləri sizə təyin edə bilmərik. Ona görə ki, sizdə qalxanvari vəzi yoxdur. Siz onun qalxanvari vəzinin əvəzinə L-tiroksin dərmanını içirsiniz ki, sizin qalxanvari vəzinizin istehsal elədiyi fermenti o istehsal eləsin. Əgər sizdə qalxanvari vəz olsaydı və sizin qalxanvari vəz tam fəaliyyətdən düşsəydi və siz ondan sonra 100 doza, məsələn 150 doza L-tiroksin qəbul edərdinizsə əgər, biz sizə nələrsə deyə bilərdik, çünki qalxanvari vəzini yavaş-yavaş işlədərdik və hardasa 2 ildən, 3 ildən sonra L-tiroksin dərmanını yavaş-yavaş kəsə bilərdik. Amma indi biz sizə əvəzdir götürülübsə heç nə eləyə bilmərik.